Salam, hər vaxtınız xeyir olsun əzizlərim, necəsiniz? Mən sizə özümün tərtib etdiyim sualların izahını verəcəm. Hal-hazırda da kitab üzərində işləyirəm. Lakin kitabım hazır olmasa da müəyyən bölmələrin izahını verəcəm. İlk bölməmiz şifrələrdir. Şifrələr bölməsinə ilk öncə baxaq. Burada nə demək istəyir? Yasemin sözü 8, 3, 1, 2, 4, 2, 7 bu rəqəmlərdən ifadə olunub. Yəni, bura baxdıqda qeyd olunur ki, Y 8, A 3, S1, E2, M4, yenə E2, N7. Deməli, bunlara baxdıqda səməni sözünü yazmalıyıq. Burada S nədir? S 1-dir, E 2-dir, M 4-dür, E yenidən 2-dir, N 7-dir, I yoxdur. I yoxdursa, deməli, burada variantlara baxaq. 1, 2, 4, 2, 7. Ya C'dir, ya D. Burada, lakin baxdıqda görərik ki, 3 A hərfini ifadə edir. Bu A hərfini ifadə etdiyinə görə D deyil, C variantı olacaq.